Salam pulgirlər. Dostlar, bugündən etibarən biz yeni bir layihəyə start veririk. Layihəmiz adından da göründüyü kimi birbaşa pulla bağlıdır. Belə ki, pulun qazanılması, xərclənməsi, idarə olunması, dünya iqtisadiyyatı, maliyyə bazarlarındakı vəziyyət, fundamental və texniki analiz və s. bu kimi informasiyalardan ibarətdir. Həmçinin bizim maraqlı qonaqlarımızla da podkastlarımız olacaq. Və indi isə keçmək istərdim ki, pulun xərclənməsi və qənaət metoduna əsaslanaraq biz bugündən etibarən öz investisiya marafonumuzu başladırıq. Bir neçə dəqiqə sonra mən sizə bu barədə ətraflı məlumat verəcəm. İndi isə istərdim sizə pulun yaranması və tarixi haqqında bir qısa bir arayış verim. Pul insan cəmiyyəti yaranandan mübadilə vasitəsi kimi dəyər ölçü vahidi hesab olunur. Yəni biz tarixdən də bu barədə keçmişik ki, natural təsərrüfat dövrlərində insanlar öz mal və xidmətlərini barter şəklində dəyişərək öz aralarında mübadilə yaradırdılar. Təbii ki, bu prosesin də öz çətinliyi var idi. Belə ki, insanlar istədikləri vaxtı, istədikləri məhsulu tapa bilmirdilər. Bəzi mal və xidmətlərin real dəyərini hesablamaq çətin idi. Həmçinin bəzi malları daşınması böyük çətinlik yaradırdı ki, bunlara da malqaranı misal göstərə bilərik. Sonra insanlar öz aralarında mübadilə vasitəsi kimi taxıldan, düyüdən, duzdan, bəzi heyvanların dərisindən və s. bu kimi əşyalardan istifadə edərək mübadilə yaradırdılar. Sonra isə bu da öz dövrünü verdi mis, qızıl və gümüş kimi qiymətli metallardan yaranan sikkə pullara. Bunlar da təbii ki, daşınması, bunların bir yerdən başqa yerə aparılması, eyni zamanda saxlanması çətinlik yaratdığından insanlar kağız pullara keçid etməyə başladılar. İlk olaraq kağız pul bizim eranın 7-ci əsrində Çində yaranıb. 13-cü əsrdə Marco Polo Çin səyahətləri zamanı Avropanı da kağız pulla tanış eləyib. Amma Avropada ilk kağız pulun çapı 17-ci əsrdə İsveçdə baş tutub. Kağız pullar da getdikcə təkmilləşərək öz yerini elektron pullara verib. Təbii ki, hal-hazırda elektron pulu da biz kağız pulda istifadə edirik. Elektron pullar nədir? Elektron pullar debit və kredit kartlarında olan məbləğlər, həmçinin nağdsız ödənişlər, mobil tətbiq vasitələrindən istifadə etdiyimiz ödənişlər, bunlara misal olaraq Google Pay, Apple Pay, PayPal, Stripe misal göstərə bilərik. Eyni zamanda da son dövrün trendi olan kriptovalyutanı da elektron pula misal çəkə bilərik. Demək dostlar, 2008 iqtisadi böhranından sonra, yəni 2009-cu ildə Satoshi Nakamoto deyilən qeyri-müəyyən bir şəxs tərəfindən, hansı ki kimliyi hələ də bəlli deyil, yəni onun tərəfindən Bitcoin yaranıb. Yəni kriptovalyutanın yaranması bu tarixdən götürülür və kriptovalyuta blockchain, yəni blok zəncir sistemi üzərində qurulub və mərkəzi olmayan qurum tərəfindən, yəni mərkəziyyətsiz qurum tərəfindən idarə olunur. Ən məşhur kriptovalyuta ilk yaranan Bitcoindir və sonra Ethereum-u misal çəkə bilərik, Solana, Ripple və s. bir neçəsini nümunə göstərə bilərik. İndi artıq elə həddə çatmışıq ki, artıq gün ərzində 10 mindən çox tokenlər yaranır. Dostlar, kriptovalyuta barədə növbəti videolarda ətraflı danışacağıq. İndi isə keçək əsas məsələ olan investisiya portfelinin qurulmasına. Biz xırda xərcləri qənaət edərək necə böyük yerlərə gəlib çıxmaq olduğunun şahidi olacağıq. 1 illik, 3 illik və 5 illik bir dövrü nəzərdə tuturuq. Bu dövr ərzində hər gün 5 dollar biz investisiya edirik. 5 dollar dediyim, yəni pulun qırağa atılması kimi başa düşülməsin. Çünki biz qırağa da pul atsaq, o pulu inflyasiya yeyir, yəni pulun alıcılıq qabiliyyəti aşağı düşür. Ona görə də çalışırıq ki, maksimum dərəcədə ağıllı investisiya eləyək ki, pulumuzu böyüdə bilək. Biz niyə görə 5 dollar, yəni biz manatla desək, 8 manat civarı nəzərdə tutmuşuq ki, bu da 2 qutu siqaret, yəni bəylər üçün 2 qutu siqaret, xanımlar üçün isə 1 fincan kofe puluna investisiya edirik. Ki bu ilk öncə bizə sağlamlıq üçün xeyirdir. Yəni siqaret çəkməməklə, təbii ki, çox kofe içmək də bizə ziyandır və cibimizə qənaət edərək öz investisiya portfelimizi yaradırıq. Demək dostlar, burada da yumurtaları eyni səbətə qoymamaq prinsipini əsas götürərək investisiyalarımızı çox şaxəli edirik ki, buna məsələn kriptovalyutalarda misal göstərə bilərik. Təbii ki, orada da portfel olaraq həm Bitcoin, həm altcoinlərdən seçim edəcəyik. Digər məsələ qızıl da alacağıq. Həmçinin də Amerikan hissə sənədlərinə də üstünlük verəcəyik.
istəyirik. Yəni biz bugündən etibarən başlayırıq və hal-hazırda trend olan kriptovalyutadan başlamaq istəyirik və dostlar, burada belə bir şey var ki, biz investisiyanın tradedən fərqi odur ki, biz gündəlik qiymətinə baxmadan disiplinli şəkildə bunu edəcəyik. O al-sat eləmək o bir növ traderlərin işidir ki, o təbii ki, professionallıq tələb edir. Bunun özünün bir çətinlik situasiyası var. Biz amma investisiyanı əsas götürərək, məsələn, bu günlərdə kriptovalyuta olan Bitcoin-in qiyməti $80.000 üzəridirsə, bu gün qiymət nədirsə, o qiymətdən alırıq. Sabah məsələn 70-ə düşsə 70-dən alacağıq. Bir gün 90-a qalxsa 90-dan alacağıq. Yəni biz onun qalxıb düşüşünə baxmadan stabil şəkildə bunu eləyəcəyik. Eyni zamanda bu qızıla da aiddir və ya Amerikan hissə sənədlərinə də ki, bizdə burada məqsəd disiplini qoruyub saxlamaqdır ki, bu disiplin bizi yaxşı bir yerlərə gətirib çıxardacaq. Və təbii ki, biz nə alırıqsa onu paylaşacağıq. Burada heç bir şey yatırım tövsiyəsi deyil. Siz də yəni bizim aldıqlarımıza baxaraq və ya özünüz də özünüzdən portfel quraraq bunu eləyə bilərsiniz. Hə dostlar, bizi izləmədə qalın. Sosial şəbəkələrdən izləyin, TikTokdan, Instagram, həmçinin YouTube-a qoşulun və dünyada baş verən proseslərdən agah olmaq üçün, eyni zamanda bizim marafonu izləmək üçünsə bizim Telegrama qoşula bilərsiniz. Və bütün linklər videonun altındadır. Keçid edib oradan görə bilərsiniz. Bu günlük bu qədər. Növbəti videoda görüşənədək.